Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natıvan Zamanzadə, kurikulum üzrə təlimçi. Hər birinizi salamlayıram. Bildiyiniz kimi 17-si 6-cı ay 2026-cı il tarixində sertifikasiya imtahanının birinci günüdür. Bütün imtahanda iştirak edəcək müəllimlərə uğur arzulayıram. İnşallah ki, yüksək nəticə toplayarlar. Bugünkü suallara baxanda, bugünkü suallar taksonomiya sualları düşüb müəllimlər. 2 dənə taksonomiya düşüb, qiymətləndirmə düşüb, effektiv müəllim-şagird münasibətindən düşübdür. Taksonomiyada sual bu cür imiş ki, uşaqlar oxuyurlar hər hansı bir mətni, onu proqnozlaşdırırlar sonra. Sonra o mətn imişmi, situasiyaymışmı müəllimin yadında qalmayıb. Onun barədə öz həll yollarını deyirlər. Öz həll yollarını deyirlərsə, özlərinin fikirlərini deyirlərsə, bu təbii ki, taksonomiyanın dəyərləndirmək mərhələsinə uyğun gələcəkdir. Dəyərləndirmək ola bilər. Yenə deyirəm, suallar tam-tamına deyil, yəni 100% oradakı sualın elə ki, məzmununu bizə çatdırıblar da, belə deyək. İkinci sual bu cürüymüş ki, taksonomiyadan. Situasiyada qeyd olunurmuş ki, uşaqlar mətndən anlamayan sözləri, anlamadıkları sözləri lüğətdə mənasını tapıb, dialoqda başqa kontekstdə işlədilmişlər. Yəni, burada da tətbiq mərhələsinə uyğun gəlir. Tətbiq ola bilər burada da cavab. Çünki özləri axtarırlar, anlaşılmayan sözləri seçirlər, onların mənasını tapırlar və dialoqda onu başqa kontekstdə, başqa mənada işlədirlərsə, öyrəndiklərini tətbiq etmiş olurlar. Sonra bir sual qiymətləndirmədən imiş. Qiymətləndirmə bilirsiniz ki, imtahanın əsas mövzularından biridir. Çünki illərdir sertifikasiya imtahanı olur və illərdir hər il bir sual qiymətləndirmədən düşür. Bugünkü sual isə diaqnostik qiymətləndirmədən düşürmüş. Deyirmiş ki, sualda qeyd olunmuş ki, diaqnostik qiymətləndirməyə aid olmayan fikri seçin. Baxın, ilk öncə yadımıza salaq diaqnostik qiymətləndirmə nədir? Diaqnostik qiymətləndirmə şagirdin ilkin qiymətləndirilməsidir. Biz şagirdə diaqnoz qoyuruq sanki. Şagirdin ilkin bilik bacarığını müəyyən etmək üçün apardığımız qiymətləndirmədir. Nə zaman aparılır diaqnostik qiymətləndirmə? Yeni dərs ilinin ikinci yarım ilin əvvəlində. Bölmənin əvvəlində məktəbdən məktəbə, sinifdən sinifə yeni şagird keçərkən. Cavabda qeyd olunulmuş ki, şagird fəaliyyətini izləmək üçün. Amma bu fəaliyyəti izləyən qiymətləndirmə, bu formativ qiymətləndirməyə aiddir, diaqnostika aid o deyil. Cavab buymuş, müəllim deyir bu cavabı götürdüm, təbii ki, düz götürübdür. Sonra, situasiya elə bil müəllimlərin yadında qırıq-qırıq qalıb, tam qalmayıb, cavablar əhatəli olunur deyə biz tam-tamına sualı sizlərə çatdıramırıq. Misal üçün, belə bir situasiya var imiş ki, bir qrup dərsin izahını başa düşür, mövzunu başa düşür. Digər qrup isə başa düşmür, fikrini ifadə eləyə bilmirlər. Bu cür situasiya var imiş, amma müəllim heç bir cavabların hamısını unudubdur, cavab yadda qalmayıb. Sonra şagird müəllimin rəyini situasiyada beləmiş ki, müəllim şagirdə rəy verib, rəyi bəyənmir, deyir müəllim, hamısı negativ idi cavablarda, şagird rəyi bəyənmir. Hamısı negativ fikirlər idi. Mən müsbət fikir olan fikri götürmüşəm. Yəni, indi müəllimlərin yadında nə qədər sual qalıb, biz onları sizə çatdıra bilirik. Bugünkü imtahan sualları bu qədər. Əsas odur ki, bildik ki, 2 taksonomiya, 1 diaqnostik qiymətləndirməyə aid olub, effektiv müəllim-şagird münasibəti olubdur. İş üsulları yox imiş. Sağ olun, kanalımıza abunə olun ki, hər gün paylaşılan sertifikasiya suallarını biz paylaşacağıq. İmtahandakı sualların hər birini hər gün paylaşacağıq. Videonu bəyənib kanala abunə olmağı unutmayaq.